Mən bugün təxminən 500 qram lobyadan istifadə edəcəm. 1 ədəd orta boy soğan, 1 ədəd pomidor, 1 ədəd biber, 2-3 ədəd kartoşka, üzəri üçün isə yumurta və bir qədər də göy göyərtidən istifadə edəcəm. Əvvəlcə tərəvəzləri doğramaqla işimizə başlayalım. Böyle tərəvəzlərimizi qovurmağa başlayaq. Əvvəlcə soğan. Soğanlar biraz qovurulanlar biberlər əlavə edirik, çox qızartmadan. Soğanı biraz əlavə edirik. Biberləri pişiririk. Bütün tərəvəzləri əlavə etdikdən sonra 1 stəkan da qaynar su əlavə edib pişməyə qoyuruq. Qapağını örtürük və yeməyimizi pişməyə qoyuruq. Artıq yeməyimiz hazırdır. Biz yayda lobya bişirdiksə, yanında mütləq xırda doğranmış çoban salatı da hazırlayırıq. İkisini bərabər yemək həqiqətən çox ləzzətli olur. Siz də hazırlayın, nuş edin. Belə videoların davamı üçün də kanalımıza abunə olmağı